55 yaşında kişi xəstədir. 9 ədəd kiçik çay qaşığının arxa hissəsini qıraraq onu udubdur. Paytaxtda 55 yaşlı kişinin mədəsindən 9 ədəd qaşıq çıxarılıb. Ağır vəziyyətdə xəstəxanaya gətirilən vətəndaşın əməliyyatını 2 həkim icra edib. Xəstəmiz ayın 18-də gecə saat 23 radələrində bizim xəstəxanamıza daxil olub. Xəstə psixiatriya dispanserində müalicə alır. Xəstənin yad cisim udduğunu dispanserin çalışanı fərqinə varıbdır. Yeməkləri orada, yemək boşqablarını, qaşıqları topladığında 9 ədəd qaşığın yerində olmadığını görüb və bundan şübhələnib. Çünki bu xəstə öncəsindən də 2 dəfə belə bir cəhdi olub. Biz xəstəyə endoskopiya müayinəsi elədik. Mədədə 9 ədəd qaşıq dəstəsi aşkarlandı. Endoskopun nəzarəti ilə və cərrahlarımızın nəzarəti ilə yad cisimlər mədədən xaric edildi. Bizim prosedur 4-5 saat çəkdi. Hazırda pasiyent reanimasiya şöbəsində müalicəsini davam etdirir. Vəziyyəti stabildir.